Bismillahirrahmanirrahim. Elhamdülillahi'llezî la tebliğuhu sıfatul vasifîn ve la yudrikuhu bu'dul himam ve la yenaluhu qawsul fitan. Ellezî leyse li sıfatihi haddun ve la na'tun mevcudun. Nahmaduhu ve nestaînuhu ve nusalli ala Muhammedin ve alihi tahirin. Bəndənin hacətinə uyğun olaraq Ya Rəzaq, Allah Taala'nın sifətlərini zikr etməsi maddi baxımından çətinlik çəkən bu zikri desin. La ilahe illa ente subhaneke inni kuntu minəz-zalimin. Səndən başqa heç bir məbud yoxdur. Sən pak və münezzəhsən. Doğrudan da mən zalimlardan idim. Bu zikir həm günahlardan tövbə etmək, həm də Allahın qarşısında acizliyini bildirmək üçün edilir. Xüsusilə də çətinlikdə və sıxıntıda olan zamanlarda bu zikrin böyük fəziləti var. Həmçinin bu Yunus Peyğəmbər duası kimi də tanınır. Bu duanın adı Yunusiyyə zikridir. La ilahe illallah bihaqqi haqqak. La ilahe illallah bi'izzetika ve kudretika. La ilahe illallah farac birahmetika. Başqa məbud yoxdur. And verirəm sənin haqqına. Allahdan başqa məbud yoxdur. And verirəm sənin izzətinə və qüdrətinə. Allahdan başqa məbud yoxdur. Rəhmətinə xatir nicat ver. Bu dua Allahın birliyini, əzəmətini və mərhəmətini təsdiq edən bir zikirdir. Əsasən çətin anlarda və xüsusi hacətlər diləyərkən deyilir. İnsan bu dua ilə Allaha yaxınlaşır, ondan bağışlanma və kömək diləyir. Qısaca, bu Allahla dərin bir əlaqə qurmaq üçün bir vasitədir.